Sosial fobiya özünü güzgüdə görmək kimidir. Çünki sən təkcə özünü görmürsən, başqasının gözündəki özünü də görürsən. Bu problem özünü çəkinmə, utancaqlıq, danışmağa çətinlik çəkmək kimi büruzə verir. Amma dərinə enəndə bu vəziyyət insanın varlığının bilinməsindən qorxmağının təcəssümüdür. Sosial fobiya insanın görünmə istəyi ilə gizlənmə ehtiyacının arasında gedən daxili müharibədir. Özünü ifadə etmək istəyən ruhun başqalarının baxışları altında donub qalmasıdır. Danışmaq sadəcə səs çıxarmaq deyil, həm də var olmağa cəhd etməkdir. Bu bəzən insan üçün ən ağır təhlükə kimi görünür. Fikir var, səs var, amma sanki o fikri səsləndirməyə icazə yoxdur. Sosial fobiya insanın başqalarının yanında tənqid olunmaq, rədd edilmək və ya lağa qoyulmaq qorxusudur. Danışsam səhv çıxaram, hamı mənə baxıb güləcək, mən başqaları kimi ağıllı, maraqlı və dəyərli deyiləm. Bu inanclar ona susmağa əmr edirlər, çünki danışsa görünəcək, görünsə kim olduğu bilinəcək və nəticədə rədd ediləcək. Düşüncələr öz yerində, bədən də simptomların dili ilə danışır. Ürək elə döyünür ki, sanki yerindən çıxacaq. Əllər titrəyir, səs titrəyir, nəfəs daralır, söhbət zamanı üz qızarır, göz təması qurmaq çətinləşir. Bəzilərində isə heç nə eləməyim ki, varlığın bilinməsi məntiqi ilə sadəcə donma baş verir. Bu simptomlar sadəcə qorxunun bədəndəki əks sədası deyil, həm də ifadə olunmamış ruhun səsidir. Sənin danışa bilmədiklərini bədənin danışmağa başlayır. Sosial fobiyası olan insan fikirlərinin heç kimə maraqlı olmadığına, başa düşülməyəcəyinə və danışarsa zəif görünəcəyinə inanır. Bu inanclar çox vaxt uşaqlıqda formalaşırlar. Müəllim tərəfindən susdurulmaq, valideyn tərəfindən ələ salınmaq ya da cəmaət arasında yaşanmış utancverici xatirələr sosiallığı onun zehnində təhlükə ilə şərtləndirir. Bu fobiya insanı gündəlik həyatda da görünməz edir. İclaslarda danışmaqdan çəkinir, yeni tanışlıqlardan qaçır, qrup söhbətlərində susur və daha çox başını yelləyir. İstedadlı amma fobiyalı insanlar bəlkə də həyatın milyon dollarlıq fürsətlərini qaçırırlar, xəbərləri belə olmur. O içində möhtəşəm fikirlər daşıyır, ancaq onları öz-özünə deyir, çünki səsinin çöldə eşidilməsindən qorxur. Səsi eşidilərsə özü də görünəcək, görünərsə əzab çəkəcək, səssizlik onun psixoloji zireyidir. Sən danışmadıqca başqalarının sənin haqqındakı düşüncələrinə tabe olursan. Sən susduqca dünya səni tanımayacaq və daxili potensialının məhsulunu götürməyəcəksən. Dəyişməyə qərar ver ki, həyatın qurtarsın, ancaq qərarsızlar və çarəsizliyə öyrəşənlər bu vəziyyəti qoruyarlar. Mən sakit insanam, çox danışmağı sevmirəm, mən qıraqdan qulaq asmaq xoşuma gəlir. Negativi ucaltmaqdan əl çək və dəyiş. İnsan susduqca kiçilir, kiçildikcə varlığını hiss etmə qabiliyyətini itirir. Bu təkcə fobiya deyil, həm də özünü yavaş-yavaş həyatdan silməkdir. Neuroasosiativ transformasiya, qısası NAT texnikaları ilə insan həyatında illərlə kök salmış fobiyalar, travmalar, dəyərsizlik, gərginlik, münasibətlərdə keçimsizlik və digər psixoloji problemlər qısa müddətə, sürətlə və keyfiyyətlə həll edilir. Siz də faydalana bilərsiniz. Sosial fobiya insanın özünü səssizliklə müdafiə etməsidir, ancaq özünü ifadə edə bilməyən insan tədricən özünü hiss etməyi də unudur. Fikirləriniz çox maraqlıdır.